İmam Həsən əleyhissalam gəlir bağına, öz bağına. Qapını döyür, çağırır. Filan kəs xidmətçisini çağırır, cavab vermir. Filan kəs çağırır, cavab vermir. 3-4 dəfə çağırandan sonra görür, yavaş-yavaş gəlir. Deyir, eşitmirdin səni çağırırdım, deyir, eşidirdim. Deyir, mən niyə cavab vermirəm? Deyir, çəkinmirəm də səndən ona görə. Sən elə adamsan ki, səndən çəkinmirəm ona görə. Və belə. Bilir ki, özü ilə məşğul olan adam, ədəbli insandır, başqaları onun hərəkətlərindən amandadır. Əli əleyhissalamın evinə qonaq gəlib, qoyun danışaq bunlardan və sözümüzü bitirək. Qonaq gəlib, Həzrət Əli əleyhissalamın evinə bir kişi gəlib. Kişi üçün bir bayramdır da, Əli əleyhissalam mənə qonaq çağırıb. Sevinir, şaddır. Bundan gözəl nə olar? Səni Həzrət Əli axşam gəl bizə iftara məsələn. Daha böyle toydu, bayramdır. İndi gəlib oturub Həzrət Əlinin evində. Birdən durur Əli əleyhissalam İmam Həsənə deyir ki, bu qabı doldur suyla. Bu da oturub. Bu qabı suyla da kişi də baxır. Görür ki, gəlir bu kişiyə tərəf, qonağına tərəf. Əlinə su tökmək üçün ki, əlini yusun. Əvvəllər bizdə rayonlarda da olardı. Süfrədə gətirərdilər, su ilə yuvardılar əlləri. Gör, Həzrət Əli əleyhissalam gətirir, bunun əlinə su töksün ki, bu əlini yusun. O kişi durur ayağa, deyir ki, ağa, sən mənim mövlamsan, ağamsan, sərvərimsən, mənim üçün çox-çox ayıbdır, çox ayıbdır. Mən oturum, sən mənim əlimi yuyasan, mən sizin qulamınızam, sən mənim ağamsız. Deyir, and verirəm səni, bax, boynunda olan öz haqqıma, əgər ki, mən sən mövlanamsa, elə mövlalıq haqqıma and verirəm səni, otur, rahat otur. Oturur, deyir, and verirəm, rahat otur. Səni and verirəm öz haqqıma, əlləri uzat, rahat deyən. Əlini uzadır, tökür, onun əlini yuyur. Qonaq qəbul eləməyin ədəbi var. Əli əleyhissalam, elə ona görə Əli əleyhissalam. Qonaq qəbul eləməyin ədəbi var. Bir dəfə də bir nəfər gəlir oğlu ilə, özü atasının əlini yuyur. Sonra oğluna, İmam Həsənə deyir ki, sən də get oğlunun əlini yuy. Hə? Sonra deyir ki, oğula deyir ki, elə bilmə ki, özümə sığışdırmadım, sən cavansan, sən də qonağımsan. Elə bilmə ki, mən sən ayrı seçki elədim. Yox, atanla oğlun bərabər tutulması yaxşı deyil. Atanın hörmətini saxlamaq üçün bellədim ki, sən atanın əlini mən su tökdüm, yudu, sən də əli İmam Həsən, oğlum Həsən yusun. Budur, bu var indi cəmiyyətdə. Bu zəifləyəndən sonra nə qədər muizə elə burada. Saatlarla danış. İnanın ki, təsiri çox az olacaq, çox az olacaq.